İngiltərədə hakimlərin maaşları yoxdur. Əvəzində isə limitsiz çek kitabçaları var. Buna səbəb İngilis hökumətinin öz hakiminə inanmasıdır. Bir hakim banka gələrək 1 milyon funt sterlinqə ehtiyacı olduğunu deyir. Nə edəcəyini bilməyən bank rəhbərliyi yuxarılardan razılıq almamış bu qədər pulu verə bilməyəcəklərini deyir. Ancaq hər yerdən gələn cavab eynidir. Ödəyin. Hadisədən bir neçə gün keçəndən sonra hakim aldığı pulları qaytarmaq üçün geri qayıdır. İşə qarışan müfəttişlər ondan bu hərəkətin səbəbini soruşduqda hakim hökumətin ona doğrudan da inanıb inanmadığını sınamaq istədiyini bildirir. Hakim işdən azad olunur. Ədliyyə Nazirliyinin işdən azad olunan hakimə göndərdiyi qısa məktubda isə yazılmışdı. Əgər hakim öz hökumətinə inanmırsa, deməli, hökuməti də ona inanmır.